Salam dəyərli abituriyentlər, xoş gördük sizləri. Verdiğim 2025 informatika test topusundan cədvəl prosessorları suallarının izahına başlayaq. Deməli, birinci sualda nə deyir? Elektron cədvəldə düsturlardan hansı doğru yazılmışdır? Bilir ki, deməli yazmaq üçün, düstur yazmaq üçün birinci bərabər işarəsindən başlamalıyıq. Ona görə 2 ilə 3 atırıq. Digərlərinə baxaq. Birincidə A3 vurulsun D2 plus A2 heç bir problem yoxdur. Yəni sütun hərfləri öndə, sətirlər isə sonra ikinci mövqedə gəlir. Heç birində də ki bir problem yoxdur. 1-i götürürük. 4-ə baxırıq. Bərabərdir A3. Burada D-ni yazıblar, sətr yaddan çıxıb getdi. 5-cidə A var, sətr yoxdur. 5 də getdi. 6-cıda A2 vurulsun D2 plus A3. Burada da bir problem yoxdur. 1 və 6 A variantı olacaq. Elektron cədvəldə hansı düsturun köməyi ilə A7 xanasının qiymətinin B3 xanasının qiymətinə nisbətini hesablamaq olar. Yəni A7 bölünsün B3 xanasına da belə deyək. A7 bölünsün B3. Bunu istəyir bizdən. Drop işarəsindən təbii ki istifadə etməliyik. Bərabər simvolunu da qoymaq yaddan çıxmasın. Bərabərdir A7 bölünsün B3 bu şəkildə yazılacaq. Üçüncü, elektron cədvəlin A3 xanasındakı düsturunu C7 xanasına köçürsək, C7 xanasında hansı düstur yazılmış olacaq? Belə deyək, qarşıdakı testlərdə də yəqin ki, bu tiplərdən qabağımıza çox çıxacaq. Ona görə bir dənəsini göstərəcəm burada. Sonra növbətlərdə çalışacağım ki, biraz sürətli gedim. Hər testdə o qədər xırdalığa getsək, onda gərək saatlarla burada oturaq. Deməli, A3-dən deyir, A3-dəki bu düsturu deyir. C7 xanasına köçürük. C7 xanasında hansı düstur yazılmış olacaq? Əvvəlcə mən baxıram ki, A3-dən C7-yə keçəndə burada nə baş verir? Baxın yazıram A, B, C. 1, 2, düzdür. 2 addımdan sonra mən C-yə düşəcəm də. Yəni plus 2 mənim sütunum artacaq. 3-dən 7-yə gələndə A-dan C-ni yazdıq. İndi sətrə baxırıq. 7-dən 3 çıxır sizə necə verir? 4. Plus 4 də sizin sətriniz nə etməlidir? Artmalıdır. Belə. Yəni həmin bu dəyişikliyi, bu kənara yazdığım dəyişikliyi gətirib düstura tətbiq edəsiniz. İndi qarşıda mütləq qarışıq ünvanlar olacaq. Heç onda yenə əlavə izah verəcəm. Hələ ki bundan danışırıq. İndi bunu gətirib bura tətbiq edəndə bərabərdir. Deyirəm ki, sütunu 2 addım artırmalıyam, düzdür? B-dən sonra elə bir ki 2 addım atmalıyam da. B, C, D. 1, 2, 2 addım atanda D-yə düşür. Yəni D. Bu 4-ü dəyişməliyəm. İndi B-ni dəyişdik. 4-ü dedik necə dəyişəcəyik? Sətirləri 4 addımdan dəyişəcəyik. 4-ün üstünə 4 gələndə eləcək necə 8. Plus C-ni 2 addım artırmalıyam. D-dən sonra Y gəlir. Yəni C-ni 2 addım artıranda 1, 2, Y-yə düşəcək. Yəni C oldu nə? Y. 5-in üstünə 4 gəlirim. 9 olur. 2 sərbəst olduğu kimi qalır. 4 də sərbəst olduğu kimi qalır. Düsturumuz bu şəklə çevrilir. D8 plus Y9 vurulsun 2. Çıxılsın 4. Cavabımız oldu nə? Y variantı. Düzmü götürdük? Hə, Y variantı. Dördüncü, elektron cədvəldə A xanasındakı düsturu C8 xanasına köçürsək. Hə, burada dollar işarəsi var, indi ondan danışaq. Bunu da kəsək götürək. Deməli, burada nə istəyir? A3-dən C8-ə. A, B, C. 1, 2, yenə plus 2 sizdə sütundur. 8-dən 3 çıxdınız 5. Plus 5 sizdə sətr artıb. İndi eyni şey tətbiq edirik. Düsturu yazırıq, bərabərdir. B deməli bizdə artmalıdır nə qədər? 2 sütun. Yəni düşəcək nəyə? D-yə. 4-ün qarşısında dollar olduğuna görə dollar hansının qarşısında varsa onunla işiniz yoxdur, dəyişdirmirsiniz. Dollar 4 qalır, plus. Burada C-nin qarşısında dollar var. Olduğu kimi qaldı. 5, yəni sətri 5 addım artırmalıyıq. Üstünə də 5 gəlsəm 10 edəcək. 2-miz bizdə sərbəst, 4-ümüz də sərbəst. Vəssalam. D4, C10 vurulsun 2. Çıxılsın 4. Cavabımız olur nə? D variantı. Aydındır, yəni məsəl üçün bura yazmışam A5. Bura yazmışam dollar A5. Bura yazmışam A dollar 5. Burada yazmışam dollar A dollar 5. Buna biz deyəcəyik nisbi ünvan. Bu ikisinə deyəcəyik qarışıq. Aşağıdakına deyəcəyik nə? Mütləq. Mütləq.
Yəni mən bu nisbi ünvanı harada götürüb dəyişdirəndə bunun içərisindəki düsturu, daha doğrusu yəni belə deyim də, bunu götürüb harasa sürüşdürəndə düsturun içərisində beləsən bir şey olsa ikisi də dəyişəcək. Burada A dəyişməyəcək, qarşısında dollar var. Burada 5 dəyişməyəcək, qarşısında dollar var. Burada da ki heç biri dəyişmir, çünki hər ikisinin qarşısında dollar simvolu var. 5-ci. Elektron cədvəldə qarşı ünvan hansıdır? İndicə danışdıq da, yəni hər hansısa birində dollar simvolu varsa olacaq nə? Qarışıq. C variantı. Başqa çaşdırıcı məqam yoxdur ki, burada yox. Elektron cədvəldə B2 xanasında olan düsturu B2 xanasına köçürən zaman hansı düstur alınacaq? Baxın, B3-dən B2-yə gedirsiniz, düzdür? B-dən B-yə sütunda heç bir dəyişiklik olmayacaq. 3-dən də 2-yə -1 addım atmalısınız. Yəni azalacaq sətrimiz bir addım. Deməli C dollar 2, bu variantı atıram, bunu da atıram, bunu da atıram. C dollar 2, burada D-nin qarşısında dollar var, qaldı yerində onsuz da ki, olmasaydı belə B-dən B-yə keçmisiniz dəyişməyəsiydi. 3-ü də ki, bir vahid azaltmalısınız, olacaq. Yəni 2 sərbəstimizdəki olduğu kimi qaldı. Cavabımız A variantı. 7-ci. Elektron cədvəldə bir sətirdəki xanadan digər sətirdəki xanaya köçürmə zamanı hansı istinadın sətr nömrəsi dəyişməyəcək? Yəni sətrin qarşısında dollar simvolu axtarırıq. O da cavabımız D variantı olur. Elektron cədvəldə B4, B5, C4, C5 xanalarına uyğun olaraq 1, 3, 4, 2 qiymətləri Y9 xanasına isə sam B4, C5 plus 3 düsturu daxil edilmişdir. Y9 xanasındakı düsturun nəticəsini müəyyən edin. Deməli 5, 10, o da 13-də. Hə, 13 edir. Baxın, söhbət nədən gedir? BC bu şəkildə yazıb düzdür. Burada da mənim 4-üm var, 5-im var. Deyir ki, B4, B5, C4 və C5. Baxın, elə burada mən bu cədvəli tutaq ki, hazırlamağa çalışsaq. Belə. B4 buradır, düzdür. Bu hissəmiz bizdə B4. B5 buradır, C4 buradır, C5 də ki buradır. İndi bunlara da uyğun olaraq deyir 1, 3, 4, 2 qiymətləri var. Burada deyir sum. Sum bizdə cəmləmək deməkdir. B4 qoşa nöqtə C5. Qoşa nöqtə qoymaq o deməkdir ki, yəni diapazondan gedir söhbət. Əgər nöqtə vergül qoyulsaydı, o zaman sadəcə B4 və C5-i soruşardı bizdən. Amma qoşa nöqtə qoyduğuna görə diapazondan gedir söhbət. Yəni içəridəkilərin hamısının cəmi, bunların hamısının cəmi sizə verir. Deməli 10. Bir yəni burada çöldə bizim sərbəstimiz var. 13 eləmiş olur. Elektron cədvəl fraqmentinə əsasən B2 xanasının qiymətini müəyyən edin. Deməli B2-ni istəyir bizdən, görək burada nədir? Sum A1, A3. Baxın, A1, A3 buraya edəcək 13. Burada deyir sum C1, C3. Burada deyir 10. İndi birinci təbii ki, bölmə əməliyyatını yerinə yetirməlisiniz. 10-u böldünüz 5-ə. Sizə verdi 2. Şimdi üstünə 13 gəldiniz. Neçə gəldi? 15. A variant. Cədvəl fraqmentinə əsasən B2 xanasının qiymətini müəyyən edin. Yenə deməli A1 neçədir? Buradan yazacaq. A1 3-dür plus açma mötərizədə. C1 bizdə neçədir? 6-dır plus C3 neçədir? 3-dür. Bölünsün 5. 6-nın üstünə 15 oxşadı. Nəsə də bölünsün 5. 6-nın üstünə 3 gəldi 9. Deməli 9-u 5-ə bölündən neçə? 9-u 5-ə bölüb üstünə 3 gələr sizdə. 9-u 5-ə bölüb üstünə 3 gələcək. 4.8. Cavabımız eləyəcək nə? Y variantı. Elektron cədvəldə hansı düstur doğru yazılmışdır? Deməli, bərabərləndirik deməli başlamalıdır. Bundan bunu avtomatik atırıq, bunu da atırıq. Burada dollar görürsüz sağ tərəflərinə yazıblar. Yəni bunu da məsəl üçün soluna yazıb, bunu sağına yazıbdır. Aləm qatıblar bir-birinə. B variantında heç bir problem yoxdur. Dollar B, dollar 4 plus D6. Cavabımız olur B. Elektron cədvəldə B2 xanasına yazılmış A3 plus C5 düsturu D5 xanasına köçürülərsə hansı düstur alınır? B-dən C-yə, C-dən də D-yə plus 2 sizdə sütundur. Ondan sonra 2-dən də 5-ə keçmisiniz. Plus 3-dəki sizdə sətirdir. Gətirib bura tətbiq edirsiniz. Bərabərdir. A-mız deməli 2 addım atacağıq. Olacaq nə? C. 3-ün üstünə 3 gəlsiniz 6.
C-dən 2 addım atırsınız. Y. 5-in üstünə də 3 gəlirsiniz. Eğir 8. C6, Y8. Daha doğrusu C6 plus Y8. Cavabımız D variantı. Elektron cədvəldə A2 xanasına yazılmış düsturunu C6 xanasına köçürələrsə hansı düstur alınır? A-dan C-yə keçib yenə plus 2 sizdə sütundur. 2-dən 6-ya keçibdi plus 4 sizdə sətirdir. Gəldik bərabərdir. Dollar B olduğu kimi qalmalıdır. 1-in üstünə 4 gəldi. 5 elədi. D-ni 2 addım artırırsınız. D-dən sonra Y, A, B, C, D, Y, F daha doğrusu F. Ondan sonradakı dollar 5 olmuş olacaq. Deməli variantlardan hansı eləyir? B variantı. Dollar B5 plus F dollar 5. Elektron cədvəldə B2 xanasına yazılmış düsturu D7 xanasına köçürülərsə hansı düstur alınır? Deməli yenə plus 2 bizdə sütun olacaq, olduğu kimi qalsın. 2-dən 7-yə keçsiniz, plus 5 sizdə sətr olacaq. Burayla işiniz yoxdur, bu tamamilə qalır yerində. Onda avtomatik bu 3 variant getdi. A-dır ya da D-dir. Gəldik bura. C-ni 2 addım artırmalıyıq. Y-yə düşəcək. Deməli 4-ü də 5 addım artıracaq. Üstünə 5 gələndə 9 eləyəcək. Deməli əvvəl olduğu kimi qalır. Növbətisidəki Y9. A variantı olur. Elektron cədvəldə A2 xanasına yazılmış düsturu elə köçürmələrlə gedirik. A-dan C-yə deməli 2 addım, yenə sütunumuz 2 addımdır. Eyni şey elə. 2-dən də 7-yə 5. Yenə elə baxın bundan hərəkət edəcək. Plus 2 sütunda plus 5-də sətrimizdir. Bərabərdir. Bu oldu C, dollar 3 qaldı yerində dollar olduğuna görə plus. Deməli bu oldu D, 5-in üstünə 5 gəndə 10. Cavabımız burada hansıdır? C, dollar, D10, D variantı. Excel proqramı ilə bağlı yanlış fikri müəyyən edin. Bir neçə sətri və ya bir neçə sütunu birgə seçmək mümkündür. Bəli, mümkündür. Burada bir problem yoxdur. Diapazondur. Ayrı-ayrılıqda da yəni sətr və yaxud da sütunları da seçə bilərik. Fərqi yoxdur. Sətirlə sütunun kəsişməsinə xana deyilir. Doğrudur. Elektron cədvəl failinə iş kitabı deyilir. Doğrudur. Qarşıq istinada nümunə olaraq göstərmək olar. AB dollar 19. Bəli, problem yoxdur. Mütləq istinada nümunə olaraq göstərmək olar. Sol tərəfində yazılmalıdır. Sol tərəfində. Beləsinə olsaydı, hə, ona görə bu səhvdir. Bizdən də yanlış istəyirdi. Cavabımız E variantı olacaq. 17. Elektron cədvəl fraqmentinə əsasən B xanasında göstərilən düstur C4 xanasına köçürülərsə, C4 xanasındakı düstur necə olacaqdır? B-dən C-yə bir addım, 3-dən də 4-ə bir addımda. Rəssam elə buradan yazaq da kənardan. Bizdən nə istəyirdi? B3-dəkini C4-ə köçürdük. C4 haradır? Baxın bura. Burada dəyişəcək olsa düsturumuz. Deməli B3 plus C2. B3 plus C2 Y variantı. Elektron cədvəl fraqmenti verilmişdir. D1 xanasındakı düsturu D2 xanasına köçürəndən sonra D3 xanasında alınan qiyməti müəyyən edin. Aha. Deməli, nə deyirdi? D2 xanasındakı düsturu, D1 xanasındakı düsturu D2 xanasına köçürəndən sonra yuxarıdakı düsturu aşağı düşürürük. Sütun üzrə düşürük deyə B ilə işimiz yoxdur. 1 vahid artacaq 2 olacaq. Plus C qaldı yerində. Yenə sütun üzrə dəyişirik. Burada onsuz da dollar var. 3-ə dəymiririk. Plus 3 sərbəstdə də dəymiririk. Bizdən D3-ün qiymətini istəyir. D3-də də D1 ilə D2-nin cəmini soruşur. D1 ilə D2-ni tapaq, sonra da ki toplayaq. Deməli B1 neçədir? 3 plus C3 neçədir? 2 plus bu da 3. Sizə verdi neçə? 8. B2 neçədir? 1 plus C3 neçə idi? 2 plus bu da 3. Bu da sizə verdi 6. Burada da ki onun cəmini istəyirdi. Bərabər deyən bunların cəmi sizə verəcək neçə? 14. Cavabımız D variantı. 19. Elektron cədvəlin Y5 xanasına daxil edilmiş düsturu hansı xanaya köçürdükdə şəklində olar? Baxın, bu hissələr ümumiyyətlə dəyişməyibdir. Burada dəyişməyib. Burada görürsünüz ki, 9-dan keçibdi 12-yə. İndi bu dollarlarla işimiz yoxdur, amma bu
B-nin qarşısında dollar yoxdur. Görürəm ki, B-dən B-yə qalıb da, düzdür? Amma əslində qarşısında dollar yox idi, dəyişməli idi də normalda. Dəyişməyibsə, deməli bu xanada da dəyişmə yoxdur. Y olduğu kimi qalır. C getdi, B getdi, B getdi. Ya B-dir, ya da Y variantıdır. Sətrimiz isə 9-dan 12-yə qalxıb da, yəni plus 3-də orada artım baş veribdir. Plus 3-də artım baş veribsə, deməli bu 5-in üstünə 3 gələrsə 8 eləməlidir. Cavabımız olur neçə? Daha doğrusu hansı? B variantı. Elektron cədvəlin C5 xanasına daxil edilmiş düsturu D5 xanasına köçürüldükdə hansı düstur alınır? Deməli C5-dən D5-ə sətirdə heç bir dəyişiklik yoxdur. Sütunda isə A, B, C, D, Y, F, G. Baxın C-dən gəlibdir D-yə. 1, 2, 3 addım. Minus 3 addım bizim sütunumuz azalmalıdır. Baxırıq, dollar B3 bu qarşı tərəf dəyişməyəcək. Variantlardan bizə köməyə heç nə gəlmir. D-ni deməli minus 3 addım azaltsaq A-ya çevrilməlidir. Onda avtomatik olaraq bu 3 variantı silirəm. Vsyoda bir dənə variant qaldı o da. D variantı vəsə. O birislərə də yenə də baxa bilərsiniz. Bu onsuz da qalır yerində, bu qalır yerində, bu qalır, bu da ki qalır. Heç o birislər ümumiyyətlə dəyişmir. Bir dənə də A dəyişirmiş. Buradakı D daha doğrusu A-ya çevrilmiş. D8 xanasına daxil edilmiş düsturu B14 xanasına köçürülərsə, B14 xanasında hansı düstur alınır? Deməli, D-dən keçibdi bu B-yə. Minus 2 bizdə sütun azalabdır. Yəni D-dən C-yə, oradan da B-yə gəlibdir. Bu şəkildə minus 2. 8-dən də 14-ə gəlibdir. Burada plus 6 da bizdə sətirdir. Düzdür, eyni şeyi tətbiq edirik. Deməli, F olacaq bizdə D. Hamısında D-dir. Bu heç bu qaldı yerində. Dollar 11-dəki yerində. Buranı sildik, buranı sildik, buranı sildik. B variantda. Bu elə variantı çıxdaş eləməklə tez şəkildə çıxır, amma nəysə də gəlin baxaq, bayaqkı da tez çıxdı. Dollar B burada işimiz yoxdur, qaldı yerində. Altını dedik ki, 6 addım artırmalıyıq sətri. Üstünə 6 gələndə 12. Düzdür, sərbəst 2-dəki yerindədir B variantı. Elektron cədvəlin D6 xanasına daxil edilmiş düstur F3 xanasına köçürülərsə, düstur necə olar? Deməli, D6-dan F3-ə, F3 haradır? F3, F3 bura. Elə buradan da yazaq. Yazmayaq, elə gəlin variantlardan seçək. Deməli, nə edibdir? D-dən F-ə keçib, plus 2 addım bizdə sütundur. 6-dan 3-ə keçibdir, minus 3 də bizdə sətirdir. Vəssalam, deməli, bizdə A-nı 2 addım artıranda sütunumuz C olacaq. D variantına Y variantı getdi. Dollar 2 yerində qalmalıdır. B variantını ona görə silirəm. Bu hissəni həll elədik. C dollar 2. Dollar B yerində qalmalıdır da bir dənə cavabımız var, o da A variantıdır. O birislərə də baxaq. Çünki niyə görə burada dollar D yazıblar? Amma bu dollar B dəyişməməli idi. C variantını da atırıq. Yenə də ki belə variantlara baxsaz, daha doğrusu davam eləsəz, bu 4-ü 3 vahid zalda 1-ə çevriləcək. Burada da 1-ə çevrilibdir. Burada hər ikisinin qarşısında dollar var, işiniz yoxdur. 5-dəki sərbəstdir, onunla da işiniz yoxdur. Belə. Elektron cədvəldə radiusu və hündürlüyü verilmiş konusun həcminin hesablanması düsturu D2 xanasına necə yazılmalıdır ki, həmin düsturu D3, D4, D5 xanalarına köçürdükdə radiusu və hündürlüyü verilmiş digər konusların həcmləri düzgün hesaplansın. Deməli, burada biz təbii ki, pi dəyişməməlidir, düzdür. Pi-ni dəyişməməliyik. Pi-ni bizdə veribdir A2 xanasında. Yəni biz A2-ni avtomatik olaraq mütləq ünvan qeyd edəcəyik. Variantlardan hansında A2 mütləq deyilsə atıram, gedir. Qaldı 2 dənə variantımız. Ondan sonra baxaq görək nə baş verir burada. Deməli, 3-də 1 pi kvadratı vurulsun h, düzdürmü? Ver bizdə hardadır? B-də. B-ni vuracaq B-yə. O da K variantındadır, görsənir. Çünki C variantında B-nin B-yə vuruluşu yoxdur. Nəsə, deməli A2 pi bizdə burada A2-də idi, yerindədir. Vurulsun, R vurulsun R. Yəni B üstündə olan qiymətləri vurduq bir-birinə. Ondan sonra nədir?
C2-dəki bölünsün 3-ə, 1-ə görə. Elektron cədvəlin B7 xanasına daxil edilmiş düsturu 3 sağa köçürdükdə hansı düstur alınır? Bircə dəqiqə. Hə, B7 xanasına daxil edilmiş düsturu 3 xana sağa köçürdükdə hansı düstur alınır? 3 xana sağa köçürdürsünüzsə, sizdə sətr dəyişkənliyi baş verməyəcək. Sadəcə sütunu +3 artırasınız, o qədər. Deməli, A-nı 3 addım artıranda olacaq D, A, B, C, D. 1, 2, 3 oldu D. D-dir, ona görə bundan bu getdi. D dollar 2-dir, ona görə bu da gedir. D dollar 2 plus dollar C 5 yerindədir hələ ki. 5 yerindədir, cavab D variantında. Burada çünki 2-yə çevir. Bizdə deyək ki, 3 xana sağa, yəni burada xanalarda sağa gedirəmsə, sətr dəyişkənliyim yoxdur da. Yəni mən ona görə bu 5 dəyişdirə bilmərəm. Amma A variantında 2-yə doğru 2 olubdu 5. Ona görə A variantında səhvdir. Qalanına da istəsəz yəni baxa bilərsiniz, istəməsəz də ki, yox. Baxsaz burada B-ni deməli 3 addım artırıb eləyib deyə. Sətirlə işi yoxdur, 3 olduğu kimi qalıbdı. Bunlar onsuz da dollarla qaldı. 7-dəki sərbəstlik qaldı. Cədvəlin B2 xanasına daxil edilmiş düsturu C9 xanasına köçürdükdə hansı düstur alınır? B-dən C-yə keçirsiniz. +1 sütundur. 2-dən 9-a keçirsiniz. Plus deməli 7 bizdə sətirdir. İndi baxaq da tətbiq edək. Deməli C bizdə olacaq nə? D olmalıdır. Dollar 2 də yerində qalmalıdır. Yəni cavab Y variantı. Variantlar belə çox tez çıxdaş olur, yoxa çıxır. Yoxsa mənə elə gəlir, bilmirəm. Nəysə, və burada da ki D-nin qarşısında dollar olduğu kimi qalır. 5-i də ki 7 vayda artırırsınız, olacaq 12. Cədvəlin B5 xanasına daxil edilmiş düsturu A11 xanasına köçürmə ilə bağlı nə qədər sual var? Deməli B-dən A-ya -1 sizdə sütundur. 5-dən 11-ə +6-dakı sizdə sətirdir. Yəni çıxdaş gedək. C 3-ün üstünə 6 gəldiniz, 9 olmalıdır. Dollar C 9. 2 dənə variantımız var B ilə C. Daha bir şey qalmadı, canı çıxdı. Ondan sonra burada D-nin -1-i azaltmalıyam. C-yə çevirməlidir. Cavab B variantı. Davam edək. Bu suallardan onda çox da qalmayacağım üstündə. C4 xanasında düstur var. B3 xanasına köçürdükdə hansıdır? C-dən B-yə. -1 sizdə sütundur. 4-dən 3-ə. -1 də sizdə sətirdir. D-ni eləməlisiniz C. Dollar 22. C dollar 22. Bu getdi, bu getdi. İkisi qaldı. D, daha doğrusu dollar D 22 olacaq bura. D dollar 22 olacaq. -5-dəki sərbəstdəki qalacaq yerində. 27 Y variantı. Elektron cədvəlin fraqmenti verilib. C3 xanasındakı düstur, C3 xanasındakı düstur D1, D5 diapazonunun xanalarından birinə köçürülərkən xananın qiyməti 15-ə bərabər oldu. Düstur hansı xanaya köçürülmüşdür? D1, D15, D15 nə idi? D5. Buralardan hansısa birinə köçürdüblər. Düsturun qiyməti 15-ə bərabər oldu. Bu təzənin qiyməti. Deməli, hansı xanaya köçürüldüyünə baxaq. Gözdə nə yazılıb? A2 dollara dollar 2. Yəni ki, bu A2 xanası dəyişməz olaraq qalıbdı. Hər birində yəni 6 plus var. B-sini başa düşürsünüz. 6 plus hər birində var. Burada B ilə işiniz yoxdur. Dollar var. Yəni B-dəki qiymətlərdir, düzdürmü? B-dəki qiymətlərdir. B-dəki qiymətlərdən baxacağıq. Deməli, bizim cavabımız neçədir? 15-də, düzdürmü? Bu 6-nı mən həmişə toplayıram. Nə ilə toplayacağam, onu bilmirəm. Üstlərinə x gəlirəm, bərabər neçə? 15-ə. Buradan da x bərabər 15-dən 6 çıxanda sizə neçə verir? 9. Düzdür? Yəni hara ilə toplamısınız? Baxın, bura ilə toplamısınız. Deməli, bura ilə toplamısınızsa, vəssalam deyə bizdən soruşurdu hansı xanaya? D3 xanası bu istiqamətdə olmalıdır.
Yəni A2 xanası ilə B3 xanasını toplayanda sizə 15 verir. Başqa heç bir xana verməyəcək. D3 cavabımız oldu nə C variantı. Yenə heç olmasa başqa xanalardan çıxsaydı qiyməti nəsə olardı. Elə özüymüş. Öz sətrindəymiş. 29-cu sual elektron cədvəlin fraqmenti verilmişdir. D3 xanasındakı düstur B1, B5 diapazonun xanalarından birinə köçürülərkən xananın qiyməti 14-ə bərabər oldu. Düstur hansı xanaya köçürülmüşdür? Deməli B1, B5 bu diapazona köçürdəcəyik biz bunu, düzdürmü? C4 vurulsun C3 yazılıbdır. Mən deməli burada bu istiqamətə gələndə sütunum 2 vahid azaldığına görə və $4 dəyişmədiyinə görə, yəni mən bura gələndə C-ni 2 vahid azaldanda A olacaq. 4 mənim seçim yoxdur. Yəni A4 qiyməti hər birində var. Aydındır. Yəni mən bunu azaldanda, sütunum azaldanda bura gəlirəm də B-yə gəlirəm. C-dən B-yə gəlirəm. Bir vahid azalmalıyam. Düzdürmü? Daha doğrusu D-dən gəlirəm B-yə. 2 vahid azalmalıyam. Yəni C-ni 2 vahid azaldanda A eləyəcək. İndi avtomatik olaraq 4 dəyişmədiyinə görə bunun hər birində 7 var. A4-ün qiymətləri var. Vurulsun. Burada isə C dəyişmir. C dəyişmir. Yəni C-dəki qiymətlərdən götürəcəyik. Amma sətrimiz dəyişəcək. Sətrimiz dəyişəcək. İndi mən buradakı bu 7-ni C-dəki hansı qiymətlərə vursam, hansı qiymətə vursam mənə 14 verəcək. Təbii ki, burada görürəm ki, 2-yə vursam da. 2-yə vursam məndə neçə verəcək? 14 verəcək. Bu cavabımız nə edir? B, 4 xanası. B variantı. Bez oldu, ola bilər qarışıq deyə bilərəm. Nəsə də, yəni bax D-dən siz gəlirsiniz B-yə. 2 addım sütunu azaltmalısınız. Yəni bu sizdə C oldu A. $4 ilə də işiniz yox idi. Yəni A4 həmişə qalacaq. Yəni A4-ü vurasınız hər şeyə. C ilə də işiniz yoxdur. C-nin qarşısında dollar var. Yəni C-dəki qiymətlərə vurasınız. Amma sətr dəyişəcək də, yəni aşağı yuxarı. 7-ni də ki bu C-dəki hansı qiymətə vursa sizə 14 verəcək. Təbii ki 2-yə vursasınız. Bu da neçədir? B4 xanasına uyğundur. 30-cu sual elektron cədvəlin D2 xanasına daxil edilmiş düsturu D3 xanasına köçürən zaman hansı düstur alınacaq? D2 xanasına köçürülən düsturu D3 xanasına. Bura köçürəcəyik. Düsturumuz bizim burada görsənir. Deməli sütun üzrə dəyişirsiniz. Aynen işiniz yoxdur. 2 bir vahid artır. 3 olur, vurulsun. Dollar C, dollar 1 ilə də işiniz yoxdur. Cavabımız hardadır? C variantında. Elektron cədvəldə sam C1, C3 düsturunun qiyməti 15-ə bərabərdir. Əgər sam C1, C4 düsturunun qiyməti 20-yə bərabər olarsa, C4 xanasındakı qiyməti müəyyən edin. C1, C3 sizdə 15-dirsə, düzdür. C1, C4 isə sizdə 20-dirsə, C3-ə qədər 15-iniz var da. 20-dən də 15 çıxanda sizə neçə verəcək? 5 verir də, Y variantı. Deməli, B-sinə deyək də, ardıcıl olaraq burada elə bir ki, xanalar var. 3 dənə, bu da bizim axırıncı C4-ümüz olsun. Bu 3 15-dir. Hamısı da bir yerdə 20 idi də. 20-dən 15 çıxırıq, onsuz da bizə bura qalır. 32, 32-də nə istəyir? D1 xanasındakı düsturu D2 xanasına köçürdükdən sonra D3 xanasında alınan qiyməti müəyyən edin. D1-dən D2-yə köçürdük. D3-ün qiymətini, D3-ün qiymətini axtaracağıq. Bayaqkindən də bunu köçürdük bura. A dəyişməyəcək. Dollar 2 ilə işiniz yoxdur. Çıxılsın. C dəyişmir. 1 olacaq. 2 plus 2. A2 neçədir? 4. Minus C1 neçədir? 5. Plus 2. Bura neçədir? A2 4. Minus C2 neçədir? 3. Plus 2-dəki yerindədir. 4-dən 5 çıxdınız. Mənfi 1 plus 2 sizə bura 1 verdi. Deməli 1, 3. Bir daha doğrusu ikisinin də üstünə gələndə 3. Bunu neyiniz toplayırsınız, sizə neçə verir? 4 vermiş olur. 32, 32, 32. A variantı eləyəcək. 33 əvvəlcə C1 xanasında olan düstur C2 xanasına
Sonra isə A4 xanasında olan düstur B4 xanasına köçürülərsə, B4 xanasının qiymətini müəyyən edin. Gəlin addım-addım eləyək. C1 xanasına C2 xanasına köçürdük. C1 C2'ye köçürdəndə A dollar 1 plus e, B'ni niyə dəyişdirməmiş? B 3 olacaq. Deməli, ondan sonra nə deyir? A4 xanasının o düsturu B4'e köçürdürük. A4 də B4'e köçürdəndə bərabərdir. Bu olacaq sizdə B dollar 3 plus C dollar 2. Bizə nə istəyir? B4 xanasının qiymətini müəyyən edin. B3 ilə C2-nin cəmini istəyir. B3-ün qiyməti 12-dir. Plus C2'nin də qiymətini tapaq. A1 plus B3. A1'də neçədir? 8-dir. B3'də neçədir? 12-dir. Yəni buranın da qiyməti sizdə 20'ni verir. 20'ni də bunun üstünə gələndə 32 eləmiş olur. B variantı. 34. Elektron cədvəlin B3 xanasına daxil edilmiş düsturu D4 xanasına köçürülərsə D4 xanasında hansı düstur alınır? B3'dən D4'ə gedirsiniz. Plus 2 sizdə sütundur. Plus 1 də sizdə sətirdir. Deməli, sütunu 2 addım artıranda D olacaq. D nə idi? Hə, daha doğrusu D olacaq. Burada deməli dollar C var, işimiz yoxdur. Dollar Y olanı atırıq. Sətrimiz bizdə 1 vayda artmalıdır, 11 olmalıdır. Ona görə bu C10'u atırıq. Keçdik bura B3'ə. B-ni 2 addım artırıq. D olmalıdır. Hamısında D'dir. 3'ü 1 addım artırıq. 4 olmalıdır. Bunu da ataq. C6 öz yerindədir. Burada C7'dir. Ona görə bunu da atıram. C variantı yer. Ondakı sərbəstlik qaldı yerində. B2 xanasına daxil edilmiş düsturu Y6 xanasına götürsək hansı düstur alınır? B-dən C-D'yə Y. Y-yə keçib 1, 2, 3. 3 addım bizdə sütundur. 2-dən 6-ya keçibdir. 4 addım da bizdə sətirdir. Deməli, C-dən 3 addım atırıq. Düşəcək bizdə F-ə. Avtomatik A, C, Y variantları getdi. Deməli, 3'ün üstünə biz gəlirik 4. Bizdə verəcək 7, F7. Ondan sonra bizdə D də dəyişib olmalıdır nə? C'ye çevriləcək. Altında üstünə 4 gəldi 10. C10. F7, C10, B variantı. 36 elektron cədvəl fraqmentinə əsasən D3 xanasının qiymətini müəyyən edin. Deməli, yuxarıdan bir-bir yazaq, yəqin ki, aşağılarda lazım olacaq. A1 A3-ün cəmi, A1 A3-ün cəmi bu hissənin bizdən cəmini istəyir 7. Ondan sonra A1 C2-nin cəmini vuracağıq 2-yə. A1 C2. Buranın cəmini vururuq 2. 4, 4, bu da 4. 12, 10 da vurdunuz 2'ye. 24. Ondan sonra aşağıda nə edir? B1, B3-ün cəmi. B1, B3-ün cəmi bizdən buranı istəyir 6 plus C1, C2-nin cəmi. C1, C2-nin cəmi 4 plus D2. D2'ye də biz neçə almışıq? D2'ye də almışıq 24. İşte bu da neçə deyəcək? 34 C variantı. 37. Elektron cədvəldə X dəyişəninin qiyməti A1 xanasında yazılmışdır. İfadəsini hesablamaq üçün X dəyişənin qiyməti A1 xanasında yazılmışdır. İfadəsini hesablamaq üçün elektron cədvəldə B1 xanasında hansı düstur yazmaq lazımdır? Deməli, 5 vurulsun A1'də yazıb da düzdürmü X-i? 5 vurulsun A1 A1 düzdür X-imiz bizim A1'dədir. Ondan sonra bölünsün. Bölməni biz keçəcək biri oxşamasın. Bölünsün. Deməli 25 vurulsun A1 plus 1. Amma A1 plus 1'i mötərizədə qeyd eləməliyik, düzdürmü? Və bu bölmə də birbaşa 25'e bölməsin deyənə buranı da mötərizəyə yazaq. Mötərizəsi olsa A1'i buranı vurub sonra böləcək 25'e. O problem olmasın. A1 deməli X-imiz bizim plus 1. Mötərizə. Məncə bir problem yoxdur. 5 vurulsun X sürətdə gözləyir.
X'in üstünə 1 gəldik, 25-ə vurduq. Təzədən də bunu da böləcəyik bir tərəfə. Belə variantlardan hansındadır? 5 vursun A1 bölünsün A variantında. 38. Elektron cədvəlin Y1 xanasına daxil edilmiş düsturun yerinə yetirilməsi nəticəsində xananın qiymətini müəyyən edin. Nə istəyir? C1 ilə C4-ün cəmi, C1 ilə C4-ün cəmi, C4 X-dir. X deyəndə 0-dır. Ondan sonra A2 ilə B2, A2 ilə B2, A2 ilə çox getdim. A2 ilə B2. Burada bizə neçə verəcək? 8. Burada bizə neçə veribdi? 18. 18'in üstüne 8 geldi. Size neçə verir? 26. Hə, davam edək. Deməli, 39 D1 xanasına daxil edilmiş düstur D2 və D3 xanalarına köçürülərsə D4 xanasına daxil edilmiş cam D1 D3 funksiyasının qiyməti müəyyən edilir. D1 ilə D3-ün cəmini istəyir bizdən. Aşağıya köçürdəndə deməli bu eləyəcək A2 deməli B3, bir dənə də aşağı köçürdük A3 B4. A1 ilə B2-nin cəmi, A1 ilə B2-nin cəmi. Bura bizə verdi 2, A2 ilə B3-ün cəmi. Bura bizə verdi 1, A3 ilə B4-ün cəmi. Ay, nə edirəm mən? Diapazon istəyir məndən. Bura niyə sildik? Diapazon istəyir, diapazon. Nöqtə verici kimi yanaşdım. A1 ilə B2. Baxın bizdən buranı istəyir. 4, A2 ilə B3. 2, A3 ilə B4. Burada bizə verir 3. Sonra nə deyirdi? D1 və D3 diapazonunun cəmini istəyir. Yəni bunların cəmini istəyir. Bunları da sizə verəcək 9. D variantı. Elektron cədvəlin Y6 xanasına daxil edilmiş düsturu hansı xanaya köçürdükdə bu şəkildə olacaq. Deməli, bu görürəm ki, C-dən B-yə keçib, düzdürmü? C-dən B-yə keçdiyini görürəm burada. -1 mənim sütunum azalmalıdır, düzdürmü? İndi bunu da -1 azaltmaq üçün deməli D yazmalıyıq da, düzdür? D. Y-dən D-yə, yəni əvvələ qayıtsın -1. Sətrimiz necə dəyişibdir? Sətrimiz də bura baxanda, buna baxa bilmirəm çünki qarşısında dollar var, dəyişiklik yoxdur. Bura baxanda görürəm ki, 10-dan 7-yə keçibdir. Burada da 3% azalma var. 3% azalma varsa, bunu da 3 şəklində qeyd edəcəyik. Yəni Y6-dan mən D3-ə keçərəmsə əgər, o zaman bu dəyişiklik baş verəcək də. Mənim sütunun 1% azalacaq və sətrimdəki 3% azalmış olacaq. Cavabımız olur nə? D3, o da D variantı. Deməli 41. 41-də bizdən nə istəyir? Baxaq. Elektron cədvəl proqramında şirkətin işçilərinin cari ay üçün etdikləri satış miqdarı C sütununda bağlıdır. Bu boyda şərtim olar. Beləsinə, belə eləyək, görsəniz. Hə, deməli C sütununda ondan sonra nə deyir? Satış üçün aldıqları mükafat faizi isə D sütunundadır, gördük. Cədvəlin Y2 xanasına elə düstur yazmaq lazımdır ki, həmin düsturu deməli Y2 xanası haradır? Baxın bura. Bura elə bir düstur yazmalıyıq ki, həmin düsturu Y3, Y13 diapazon xanalarına köçürdükdə, yəni belə deyək də, komple bu hissə belə köçürdükdə, bütün işçilər üçün mükafat məbləği AZN ilə hesablansın. Bundan əlavə Y4 xanasında bütün işçilərə, tutalım ki, burada da bir dənə Y14 xanası, daha doğrusu Y14 xanasında bütün işçilərə ödəniləcək mükafatların cəmini hesablamaq üçün də düstur yazılmalıdır. Bu məqsədlə orada da bir dənə cəmləmə olacaq da, yəni o heç ki, bu Y14 xanasında olacaq bizdə sam bizdə hardan idi? Y2-dən Y13-ə. Sam deməli Y2, Y13. Bu öz yerində.
Avtomatik cavablardan silə bilərikmi? Silsəm belə bir dənə sıxar. Deməli bunu silə bilərəm. Bunu silə bilərəm. Vəsə. Bu nöqtə vergüldürmü yox, bu da qoşa nöqtə. Hə, nəsə bunlar qaldı. Hə, düstur yazılmalıdır. Bu məqsədlə uyğun olaraq Y2 və Y4 xanalarına hansı düstur yazılmalıdır? Vəsə cəmləməni yazdıq. İndi bir dənə sürüşdürməni də yazdıq. Eləsinə bir düstur yazmalıyıq ki, biz mükafat faizini hesablasın. Deməli, C2-də 950 mindir. Məsəl üçün, mükafat faizi 1%dir, düzdürmü? Yəni, mən bunu vuracam bura, böləcəm 100-ə vəssalam. Yəni, məsəl üçün, C2 vurulsun, yazıram buradan. Elə bir ki, mən hələ ki, buranın düsturunu yazıram da, belə deyim, onsuz da onu sürüşdürəcək. Deməli, bərabərdir C2 vurulsun D2-yə, bu da bölünsün 100-ə. Vəssalam. Bunu da siz aşağıya doğru sürüşdürdükcə hər birini hesablayacaq öz aşağıya doğru. Siz bura yazdınız, buradan sürüşdürdükcə eyni zamanda aşağı düşdükcə dəyişib hesablayacaq. Sütun üzrə dəyişsiz onsuz da ki, sütun dəyişməyəcək. Hər dəfə C-dən qiymət götürəcək. D-dən də hər dəfə qiymət götürür, amma sətr dəyişəcək də. Siz bir dənə aşağı düşəndə C3 olacaq, bu da D3 olacaq. Bu şəkildə gedəcək. D4, C4 daha doğrusu D4. Bu şəkildə davam edəcək. Düsturumuzun biri də budur. Vəssalam. Biri bu, biri də ki, yuxarıda qeyd elədik. Deməli, burada nə yazıbdır? Dollar qoyubdur. Burada dollar qoyub, ona görə bu dəyişməyəcək. Bu problemdir. Burada nə yazıbdır? C2 vurulsun, D2 vurulsun 100, vurulsun 100 yox, bölünsün 100 olmalıdır. Onda cavabımız Y variantındadır. Bəli, C2 vurulsun, D2 bölünsün 100 bərabərdir. Sam düsturumuzda qeyd edib. Cavab burada Y variantı olacaq. Uyğunluğu müəyyən edin. Açıq tiplərə mi gəldik? Hə, yox. Variantı var da bunun. Qarışıq ünvan, mütləq ünvan, nisbi ünvan yazaq, yadda saxlayaq ki, heç buradan baxarıq. 1, 2, 3. Qarışıq ünvan dedi ki, bir dənəsində olmalıdır. A, C-də də var. Ondan sonra mütləq ünvan hər ikisində olmalıdır. Bu nə? DS işarəsidir deyəsən. Bu heç bundan işimiz yoxdur. DS işarəsidir. Deməli, Y, mütləq ünvan 2-yə getdi Y. 3 nədir? Nisbi, nisbi də ki, B. AC 2'ye Y, 3'e de B. AC 2'ye Y, 3'e de B. AC Y B, AC Y B, AC Y B, B variantı. 42-ci sualımız B variantı. 43. Elektron cədvəldə B6 xanasındakı düstur yerinə yetirilərsə nəticədə hansı qiymət alınır? Aha. Deməli, B6 xanasındakı düstur, B6 xanasındakı düstur yerinə yetirilərsə hansı qiymət alınır? Nə deyir? Samir nədir? Sam A1 C4. A1 C4. O bizdən buranın cəmini istəyir. Buralarda nələr var? Deməli, bərabərdir A1, bura 8-dir, bu heç getdi. Ondan sonra bərabərdir C4. Burada nə yazıb? C4. C4-ün qiyməti nədir? Bu da 5. Bu da getdi. Vəssalamda toplayaq. Bizdən nə istəyirdi? Hepsi düstur yerinə yetirilərsə cavabımız nə olar? 8, 8, 16. O da 3, 7, 10. O da 16. 26. 26, 26. Oradan da 10. 36. 36. Oradan da deməli 5. 41. 41. Hansı qaldı qardaş? 41. Bir dənə də bizdə 6 qaldı. Düzmü hesabladım? Deməli 8, 8, 3, 2, 6, 7, 5, 5, 5. 8, 8, 16. Ondan sonra orada bizde var. 15'imiz var bizim. 31. Burada neçədir? 18. 31'in də üstünə 18 gələndə 49. Mən bayaqlam nəyi səhv hesaplamışdım. Hə, nəsə də nəyi səhv hesaplamışıq. Y variantı.
Düz hesaplaq siyasında 16, 15, 10, hə 49. Elektron cədvəldə B6 xanasındakı düstur yerinə yetirilərsə, nəticədə hansı qiymət alınır? B6 xanası. Deməli, A5, C5-in cəmi A5. Gəlin hər birini yazaq. Bir-birinə calaq-culaq dəsin. A1, A4, A1, A4, A1, A4-ün cəmi bura 18. B1, B4-ün cəmi bura deməli elədi neçə? 15. C1, C4-ün cəmi burada elədi 11. Bizdən nə istəyir? A5, C5. Bu sətrin cəmini istəyir də vəssalam. Bu da neçə edəcək? Deməli 26, 44. C variantı. Düzmə hesablam 26, bu da 8, 4, 1, 7, 44. B5 xanasındakı nəticənin 6 olması üçün A3 xanasına hansı ədəd daxil edilməlidir? B5 xanası deyir, bura 6 olması üçün A3 xanasına hansı qiymət daxil edilməlidir? Burada hər hansısa bir dənə cəm var. Bunu 8-ə bölüb 6 alıb da, yəni düzdür. X-i elə 8-ə bölüb mən 6 almışam. Deməli x neçədir? X bərabərdir 48-ə. Bunu tapdıq. Yəni bu hissə bizdə 48-dir. 48 də nədir? A1 ilə C4. Bax A1 C4. Baba buranın cəmi bizə neçə veribdi? 48 veribdi. Bizdən də nə istəyirdi? A3 xanasını buranı soruşur. İçəridəki buranı toplayacağıq. İçərilərdə nələr varsa 48-dən də 10 çıxırıq bizim cavabımızdır. Deməli 7, 3, 10, 4, 6, 10, 20, 6, 8, 14, o da oradan 20. Bizdə neçə elədi? 20, 14, 34. 34 bizim də neçə almışıq? 48 almışıq. 48-dən də 34 çıxanda bizdə neçə verir? 14 Y variantı olmuş olur. 46-cı sual. Elektron cədvəlin B3 xanasına daxil edilmiş düsturu Y6 xanasına köçürülərsə, bu xanada hansı düstur alınır? B-dən keçibdi Y-yə. B, C, D, Y 3 addım bizdə sütunumuzdur. Ondan sonra 3-dən 6-ya keçibdi. 3 addımda bizdə sətirdir. Deməli, birinci olacaq F. F olduğuna görə bunu atdıq, bunu atdıq. Dollar 3-lə işimiz yoxdur, ona görə bunu da atırıq. Deməli. Düzmü keçdim mən? B xanasına daxil edilmiş düsturu Y xanasına daxil edilərsə. Hə, düzdür. Hə, sonra nə qaldı bizdə? Dollar Y yerində qalacaq. Burada dollar C'yə keçibdi. Bunu da silirik. Cavabımız orada Y variantı. Digərlərinə də baxa bilərsiniz. 5 yenə 3 addım artırsa 8 olacaq. 2-dəki sərbəst. Elektron cədvəl fraqmenti verilmişdir. C5 xanasındakı düstur A4 F5 diapazondakı bütün xanalara köçürülərsə hesablamalardan sonra bu diapazondakı ən kiçik ədəd alınan xananı müəyyən edin. C5-də bizim düsturumuz var. Deyir A4 və F5. A4 və F5. Bu diapazonu hamısına köçürüləcək. Bizdən istəyir ən kiçik ədəd. Ən kiçik ədəd. Ən kiçik ədəd alınan xananı. Hə, xananı istəyir. Fərqi yoxdur, nəsə ədəd tapaq görək xanada hansıdır. Deməli, biz bunu bir dənə burada köçürdək, sonra sağa solda sürüşdürək. Bu dollar F qaldı yerində, 3 oldu 2 plus C-miz deməli qaldı yerində, dollar 2-dəki yerindədir. Deməli, burada nə eləyibdir? F2 biz bunun B-sinə yetdi. B-sinə dəyişdirəndə 2 heç alıq dəyişmir. Düzdürmü? 2-dən qiymətlər alacaq bu. Baxın, bu F2 var ya, F2. Bu F2 heç alıq dəyişmir. F2 neçədir? 10. 10, 10. Burada da 10 var. Burada da 10 var. Burada da 10 var. Burada da 10 var. Plus. Hamısı plus. Ondan sonra qarşısındakı nədir? Dollar ikisi onsuz da dəyişmir o öz yerindədir. C amma dəyişəcəkdir. Sola gələndə B-dən qiymət alasın. Sağa da gedəndə tutaq ki, D-dən alasın, sonra Y-dən və s. İndi burada C2-dən götürür, 25 ilə cəmləyir. Sola gələcək 95. 25 ilə burada cəmləyir. Bura gələcək 95 ilə cəmləyəcək. Bura gələcək 70 ilə və s.
Bu bizləri də görürsünüz ki, 85-90-dır. Ən balaca burada da 10-la cəmləyəcək. 10-la 10-u burada cəmləyəcək. Bizə buradan 20 alınır. Bu öz yerində. Bu dursun burada. Bir dənə, yəni bu diapazondan, buradan ən balaca qiymət bizdə 20-dir. F4 xanasından. F4-ü tapdıq. Bir dənə aşağıdan da baxaq görək, aşağıda da yoxdursa, vəsə F4-ü götürəcəyik. Əgər yoxdursa. Aşağıda da deməli F3-dür. F3-də neçədir? Ay, aşağıda aləmdə idi bir nədir? F3 145-dir. Bunu sağa sola harada sürüşdürsəz, 145 ilə cəmləməli olasınız. Yəni 145 ilə də ki, nəyi cəmləsəz onsuz da ki 20-dən böyükdür. Cavabımız nə edir? F4 C variantı olur. Burada neçə dənə sualdır, nəsə? Yorğunçuluq 70 72. Biz neçədə qaldıq? 48-də. Nəysə, qutararıq indi. Yəni nə deyir? Verilmiş sferanın həcmi hesablaması üçün düsturumuz bizim buradadır. C2 xanasına necə yazılmalıdır? C2 xanasına bura bir düstur yazılıbdır. C3, C4, C5 xanalarına da köçürdükdə radiusu verilmiş digər sferanın həcmləri düzgün hesablansın. Əfsi də bayaqçından da baxaq. Deməli bizdən nə dəyişməməlidir? Yəni pi-ni götürəcəyik A2-dən, A2 dəyişməyəcək. Bu getdi, bu getdi, bu da getdi. Ya C-dir, ya da ki D-dir. Deməli, burada da yenə baxanda görürəm ki, R-in kubu C variantında da fisiyoda cavabımız C variantı. Baxın görürsüz, B2 vurulsun, B2 vurulsun, B2. Bizdən R-in kubu lazım olacaq. Bu hissədəki qiymət 3 dəfə öz-özünə vurulmalıdır. Burada vurulsun 3 yazıb, bu sizi çaşdırmasında bizə kub lazımdır. Kəsrimizdəki 3-də 4, 4-də qeyd olunur. Cavabımız C variantı. 49-cu sual. Cədvəlin Y3 xanasına hansı düstur daxil etmək lazımdır ki, aşağıdakı xanalara da onu tətbiq etməklə malların endirim tətbiq edildikdən sonraki cəmi qiymətləri manatla hesablansın. Deməli, hara deyir? Y3 xanasına. Bax, bura. Y3 xanasına hansı düstur daxil edək ki, endirimli aşağıdakı xanalara da onu tətbiq etməklə malların endirim tətbiq ediləndən sonraki cəmi qiymətləri manatla hesablansın. Hə, endirim tətbiqi ondan sonraki qiymətlər lazımdır bizə. Deməli, say var burada və malın qiyməti var. Qiyməti vuraq saya, ondan sonra da endirimi hesablayaq da bəyaslıyıq. Deməli, B3 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 vurulsun. Bir dəqiqə, yox. Endirimi tapaq. Endirimi tapaq. Hə, endirimi tapaq bizə çünki tətbiq edildikdən sonrakı qiymət istəyir. Endirimi tapaq. Bundan çıxaq aldığımız qiyməti görək əlimizdə nə qalır. Çünki 1 üçün tətbiq edilsə düzdürmü endirimi? Sonra da əlimizdə qalan qiyməti vurarıq sayına. Başa sala bildim də yəqin ki, baxın endirimi tətbiq edəcəyik. Görək endirimimiz nə qədərdir? 100 manat, 200 manat hər nədirsə, sonra 8000-dən 10 çıxdıq. Əlimizdə nə qaldısa, tutaq ki, altımız qaldı məsəl üçün. Onu da vuracağıq sayına. Vəssalam belə. Deməli, B3 vurulsun D3. Buralardan yazaq. B3 vurulsun D3 bölünsün 100. Düzdür, B3-ü vurduq buranı D3-ə. Böldük neçəyə? 100-ə. Bu öz qaydasında. Mən indi B3-dən qayıdıb bunu çıxmalıyam. Qeyd elədik. Yəni burada mötərizəyə falan ehtiyac yoxdur da. Onsuz da ki, birinci vurma bölməni yerinə yetirirsiniz. Sonra deməli bunu vuracağım sayına. Say hardaydı? C3. C3. Ondan sonra bizdə nə deyirdi? C3 xanasındakı qiyməti. Hə, manata da çevirməliyəm. Burada da deməli bizim B1-də də əmsalımız var. Türk pulundan deməli Azərbaycan puluna keçməliyik. Bir dəfə də vurmalıyıq ona. Deməli vuracaq nəyə? Vurulacaq nəyə? Dollar B, dollar 1-ə. Çünki bu heç vaxt dəyişmir də. Bu xanadakı qiymət elə burada da qalıbdı. Onu dollarla yazmalıyam.
İşte bu da özünü araya atmasın deyənə bunu bir dəfə də mötərizələk ki, iş tamamilə qutarandan sonra, hesablayıb qutarandan sonra mən bu dollar bir, dollar birə vurum. Biraz aləm dəydi bir-birinə, amma görsənir məncə. B3 çıxılsın. B3 vurulsun, D3 bölünsün 100. Deməli çıxdaş eləyə bunu ataq. Bunu da ataq. Axırına baxıb atıram vurulsun. Əvvəlinə də yazıla bilər dollar bir, dollar bir. Bu heç burada B3 təzədən vurubdur. Bura nəsə aləm qatıb bir-birinə. Bu da heç C-ni qoymur orada dəyişməyə. Həm də heç axırı da düzgün deyil. Üstədə Y variantıdır. Onsuz da ki elə yazdığımız da bir dənə Y variantıdır. 50-ci. Elektron zədələrin C1 xanasına daxil edilmiş tüstürü C2, C6 diapazondakı xanalar ilə yanaşı C1 xanasındakı tüstürü C2, D, C6. Baxın bura. Xanalar ilə yanaşı D1, D6 diapazonunun xanalarına köçürdükdə D7 xanasındakı qiyməti müəyyən edin. Bizdən buranın cavabını istəyir. Deməli siz bunu aşağıya doğru köçürdükdə A7 heç vaxt dəyişmir. Çünki hər ikisində dollar var. A7 olduğu kimi qaldı. Yəni 1, 1, 1, 1, 1. Burada aparsanız yenə 1'lər qalacaq yerində. Bu öz yerində. Plus burada B1 5'dir. Yəni 5 ilə toplayasınız bu yuxarıda. Bu aşağıya düşdükdə Z'dəki hər birini toplayırsınız. 8'dir, 2'dir, 7'dir, 3'dür, 4'dür. Bu şəkildə. Deməli, ondan sonra gəldik bura sağa. 2 ilə də işimiz yoxdur. Bu 2'yə vurulması hər birinin qarşısında olacaq. Bura mötərizədədir, ümumi. 2'yə də vurasınız. Bizdən də D1, D6-ın cəmi istəyib. Əslində heç buranı yazmasaydıq da olardı. Gərək elə buranı yerdik. D1, D6-ını istəyirmiş. Heç mən düstura fikir vermirəm. Deməli, nəysə. Burada gələndə indi sənin sütunun bir addım artmalıdır. Hə, yox, buradan qiymət götürür. Sütun bir addım artmalıdır. Yəni bu dəfə C1-in qiymətini istəyir bizdən. C1-in qiymətlərindənsə burada deyir ki, C1 olacaq, burada C2 olacaq, C3 olacaq, C4 olacaq, C5 və C6 olmuş olacaq. Sərbəst tək öz yerindədir. Yəni hər biri vurulacaq ki. Belə. İşte buranın hər biri neçə eləyir? A1 neçə? Daha doğrusu 1'in üzərinə 5 gəldiniz. 6 vurulsun 2, 12 buraya eləyir. 9 vurulsun 2, 18 buraya eləyir. 3 vurulsun 2, 6 buraya eləyir. 16 buraya eləyir. Bu neçə idi? 4 vurulsun 2, 8 buraya eləyir. 10 da buraya eləyir. Ondan sonra burada yenə həmin söhbətlərdir. 1 ilə toplayırsınız və vurursunuz. 2'yə buraya eləyəcək deməli sizdə 26. Buraya eləyəcək sizdə 38. Buraya eləyəcək sizdə 14. Buraya eləyəcək sizdə 34. Buraya eləyəcək 18. Burada eləyəcək 22. Bizdən nə istəyirdi? Bunların opşut cəmini. 26 üstə gəlsin 38. 26 ilə 14 deməli bizdə verəcək 40. 38 üstünə gəlsək eləyəcək 78. 78. 78. Onun da üstünə 34 gəlsək 112. 112, 18 gəlsək 130, 27 idi moda. 27 də gəlsək 157 cavab yoxdur. Hardasa səhv mi elədim? Hardasa səhv mi elədim? Toplamada mı elədim yoxsa 27 nə idi? 22 deyə bu. 27 nədir? 22. 22. 152 eləyəcək də cavabımız D variantı. Bura 22 idi. Mən 27 oxudum onu. 22. Cavabımız 152 D variantı olmuş olur. Davam edək. 51-ci sualımız. 51-in yenə davamı bu tərəfdədir. Bu bir dənə atın da o tərəfə nə olar ki? Bax bu güya burada yer tutmadı. İndi ekonomiya eləyirlər, nə eləyirlər? Elektron cədvəlin C1 xanasına daxil edilmiş düsturu C2, C6 diapazonundakı xanalar ilə yanaşı D1, D6 diapazonundakı xanalara göstərsə D7 xanasının qiymətini müəyyən edin. C1, C2, C6, D1, D6, D7-nin qiymətini istəyir. Yeni bayaq saldım ben ondan.
Bu nədir bunun qarşısında bərabər qoymaq istəyirlər də yəqin ki, hə. Minus oxşuyur amma bərabərdir yəqin ki. Nəysə, A ilə işimiz yoxdur. A1 vurulsun 2 düzdürmü? 24 vurulsun 2. Aşağıya düşdükcə bunların hər birini vurasınız 2-yə. Və toplayırsınız nə ilə? B1 ilə. B1 onsuz da ki sizdə 0-dır. Heç vaxt dəyişmir. 0 ilə toplayasınız. Yəni heç birində onsuz da bir mənası yoxdur. Əsas biz bu sol tərəfinə baxacağıq. Toplamanın sol tərəfinə. Deməli 24-ü vurdunuz 2-yə. Elədi neçə sizdə? Burada 48. Deməli düşdü aşağı. Neçə elədi bizdə? Mənfi 34. Ondan sonra 0 vurdunuz 2-yə, buraya 0 elədi. 18 buraya elədi. 32 buraya elədi. Mənfi 6 da buraya elədi. Burada nə iş görürük? Sağ tərəfə keçirdəndə. Deməli bizim burada düsturumuz dollar A1 yenə öz yerindədir. Öz işini görəcək bu. Yəni buradan qiymət alacağıq, vuracağıq onu 2-yə. Ondan sonra üzərinə gəlsin. B-dəki avtomatik C-yə çevriləcək. C dollar 1. C dollar 1-də onsuz da ki bizim qiymətimiz 48-dir. Düzdürmü? 48 almışıq. Bunun hər biri yəni 48 ilə toplanacaq. Bu öz yerində yəni. Yəni bu sol tərəfinə baxırıq. Vəsə. Sol tərəfdəki yenə nə edir? A1-i vurur 2-yə. A1-i vurur 2-yə və aşağıya düşdükcə də ki, təbii ki, dəyişəcək də. Yəni həmin bu qiymətlərdir. Baxın bu qiymətlərdir. Onlar da nə edir? Toplayır 48 ilə və sonra da ki, təzədən burada da ki, hamısını cəmləyəcək. Bu boyda hesab kitab olar. Nəysə, hər birini bunu 48 ilə toplayırıq. Ondan sonra da ki, cəmləyəcək də. Deməli, tez hesablaya bilərik nəsə, bəlkə kalkulyator açmayıq. Nəysə, 48 deməli 96 buraya yeyəcək. 96 buraya yeyəcək. Ondan sonra bura deməli elədi neçə? 14 buraya elədi. 48 buraya elədi. 48-in üstünə 18, 66 buraya elədi. Bura mən neçə yazmışdım ha? 32, hə. 32 ilə deməli 48, 80 buraya eləyəcək. O da deməli 6, 42 də buraya eləyəcək. Vəsə bizdən bunların cəmini istəyir. Bunların cəmi istəyir. Bu da deməli 96 ilə 14 bizdə eləyəcək. Təbii ki 110, 110 üstünə 48 gəlsək eləyəcək 158, 158, 158-in üstünə 42 gəlsək 200 eləyəcək. 280 də gəlsə eləyəcək 280. Onun da üstünə 66 gəlsək 346. 346 varmı? Bəli var. Yəqin ki düz hesabladıq ki cavab çıxdı. Zulm çəkdik. Zəhləm gedir belə xırda-xırış hesablamalardan. Kalkulyatora da adam vərdiş eləyirdi. Və hesablamalar adamı yorur. Deməli 52. Bizdən nə istəyirsən? Şagirdlər üçün keçirilmiş 50 sualdan ibarət sınağın nəticələrinə əsasən Excel cədvəli qurulmuşdur. Cədvəldə ardıcıllıqla şagirdin tutduğu yer, onun adı, soyadı nəsə qeyd edilib. Cədvəlin sonuncu sütununda isə hər bir şagirdin suallarının neçə faizi doğru cavab verdiyi əks olunmalıdır. Yəni bu sütunda F2 xanasının hansı düsturu yazıb aşağıdakı xanalara da tətbiq etməklə buna nail olmaq mümkündür. F2 xanası. Bura bir düstur yazıb aşağıya doğru sürüşdürəcək. Bayaqki düsturlar məsələsi kimi də yəni. Sadəcə söz yığını doldururlar. Bax bura qədər, bura qədər. Bura qədər oxumağın bir mənası yoxdur demək olar ki. Adam yorulur. Deməli nəysə, bura bir düstur daxil edəcək plus qoyduğum yerə aşağıya doğru da sürüşdürməliyik. Deməli düz sayının neçədir? Ümumi deməli bizdə var 50 dənə sual.
Ay sağ ol. 50 dənə sual. Bax izə. Bizdən nə istəyir? Düzüm faizi də düzdürmü? Sonra hər şey. Sizə düzüm faizini istəyir. Bizdən 48 deyil. 48 bölünsün. Deməli 50-yə vurulsun 100-ə. 48 bölünsün 50 vurulsun 100 və 50 də dəyişməməlidir bu. 50 bizdə hansındadır? C11 hansındadır? Deməli C2 bölünsün C11 dollar C11 vurulsun 100. Vurulsun 100. Düz cavabı böldü 20 sual sayına və vurduq 100-ə. Burada hansı variantda var? Niyə variant yoxdur? C2 bölünsün. Var ya əslində variant. Prosta burada məsələ nədir? Y variantındadır. Baxın C2 üstündən xətt çəkirəm. Nəysə də yəni C variantından başa düşməyin də. Üstündən xətt çəkirəm. Ekranı buraxsam yazdığım silinəcək ona görə. Deməli C2 bölünsün C dollar 11 vurulsun 100. Sadəcə olaraq burada C-nin qarşısına dollar qoymayıb. Yəni qoymasaz da olar, qoysaz da olar. Yəni heç bir problem yoxdur. İkisi də eyni cavabları verəcəksə. Sadəcə olaraq qoymayıblar. Yəni onsuz da siz sütun üzrə hərəkət elədiyinizə görə sütun dəyişməyəcəkdir. Yəni o məsələdir. Yəni qoymasaz da işləyəcək. Cavabımız olacaq nə? Y variantı. Ona görə qeyd olunmayıb orada dollar. Amma bayaqki suallarda bəs niyə qeyd eləmişdik? Buradan biz aşağıya düşəndə məsəl üçün A-nın qarşısına heç dollar qoymağa ehtiyac yoxdur da. Sətrə qoymağa. Burada qoyublar, orada qoymayıblar. Nəysə. 53 elektron cədvəldə əmri ilə neçə xanadakı ədədlərin cəmi hesablanır? Bizdən deməli xana sayını istəyir. Baxırıq deməli C, D, Y, F. 4 dənə məndə sütun var. 4 vurulsun. 13-dən 3-ədəki 3-dən 13-ədəki 13 çıxılsın 3 plus 1. Bizdə 11 dənə sətr var. Yəni ikisi də bunun daxildə, 3 də daxildə, 13 daxildə. 13 çıxılsın 3 plus 1. 11 dənə də bizdə sətr var. 4 11-ə vuranda 44 dənə. Elektron cədvələ əsasən C1 xanasının qiymətini müəyyən edin. Bizdə nə istəyir? C1. C1-i nə yazıb? A1 ilə B3 diapazonunun cəmi. A1 B3-ün cəmi. Deməli nə qədər edir? Bu 120, 80, 200, bu da 200, 400, bu da 50, 450. Ondan sonra 55. Elektron cədvəldə B3, Y10 diapazonda yerləşən xanaların sayı neçəyə bərabərdir? Yenə deməli B, C, D, Y 4 vurulsun. 10 çıxılsın 3, 7 plus 1, 8 edəcək. 4 vurulsun 8, bu da sizə neçə verir? 32. D5 xanasındakı düsturu 16-ya bərabər qiyməti saxlanılır. Bərabərdir 16. Bir dənə yuxarı təmizləyək. Bərabərdir 16. Sam A5 D5 düsturunun qiyməti neçəyə bərabər olar? Deməli baxın D5-də bu var, düzdür? D5-də bu var, qiymət 16-dır. D5-in qiyməti neçə oldu? 16. İndi bizə deyir ki, A5 D5 diapazonunun cəmini istəyir. Baxın A-dır, B-dir, C-dir, düzdür? Burada yazıram elə 5. Eyni sətirdə proseslər baş verir. Deyək ki, A5 C5. Bax bu hissə bizdə 16-dır və bunun da cavabını bu D5-ə yazıbdı. Elə ki, burada 16 yazıbdı. İndi təzədən deyir ki, A5 D5. Təzədən buranı da bir dəfə ümumi istəyir. Siz onsuz da 16-nı bu üçün almışdınız. Bunun özünə də ki 16 alınmışdı ona görə. Bu ikisini də cəmləyəndə sizdə neçə verir? 32 vermiş olur. 57. Elektron cədvəl fraqmentinə əsasən B1 xanasındakı sütunu B2 xanasına, C1 xanasındakı sütunu C2 xanasına köçürdükdən sonra C2 xanasından hansı qiymət alınır? İkisini də aşağı sürüşdürəcək də. Dollar A2 plus B2 buraya edəcək. Deməli dollar A2 plus 2 vurulsun. A dollar 2 plus 2 də buraya. Bizdə nə istəyir? C2 xanasının qiymətini. C2 xanası bizə B2 də lazımdır. A2 plus C... yox, vurmamız var. 2 vurulsun A2. Deməli 2 vurulsun A2 neçədir? 6. 3 plus 6 plus 2.
Deyədə 11. 11 buradır. Burada nə istəyir? A2 3 plus 11. Bu da neçədir? 14. Düz hesabladım. Seriyosun oldu. C çıxanasında hansı? C çıxanasında. Hə, C çıxanasında hansı qiymət alınır? Bir dəqiqə hardasa mən səhv getdim. Yoxsa düzmü getdim? Yox, deyəsən səhv getdim. B1, B2, C1 isə C2 köçürdük, düzdürmü? Köçürdük. 2, 2, A, 2, 2, 2. Hə, köçürdük. Ondan sonra nə istəyir? A2 neçədir? 3. Plus 2 vurulsun A2. 6. Plus bu da 2. Bu neçədir bizdə? 11. 11. Ondan sonra deyir A2. 3 plus B2. B2 də neçəydi? 11. Bərabər də 14. Həfsi də düzdür. Elə bildim hardasa nəysə səhv hesablamışam. Düzdür. Ondan sonra getdik. Elektron cədvəl fraqmenti verilmişdir. D3 xanasındakı düsturu C2 xanasına köçürdükdən sonra deməli C2-yə bura. Gəlin bunu köçürdək. C2 xanasının qiyməti müəyyəndir. Elə o qiymət istəyir. Dollar B qaldı yerində. 3 bir vayda azalacaq. 2 olacaq. Vurulsun 2 sərbəstdir. Plus bir dənə bu ki sola doğru dəyişir. Sizin sütununuzda bir vayda azalmalı olmalıdır. B dollar bu da 4. B2-də bizdə qiymət neçədir? 15. 15-i 2-yə vuranda 30 plus B4 də bizdə neçədir? 5. Bu da neçə edəcək? 35. 30 plus 5. 35. 35. Elektron cədvəl fraqmenti verilmişdir. A çıxanasındakı düsturu C çıxanasına köçürdükdən sonra C çıxanasının qiyməti müəyyən edilir. Bura gələcək. Deməli 2 addım atırıq, düzdürmü? B-dən olur D-yə. Dollar 3 yerində də vurulsun 2 çıxılsın. Dollar D. Bu da 1. 1 vaytda azalır. D3 neçədir? D3, D3, D3. Vurulduq 2-yə 18. 18. 18-dən də çıxırıq neçəni? D1-ə. O da bizə neçə verir? 12. 60-cı sual. Elektron cədvəl fraqmenti verilmişdir. C1 xanasındakı düsturu C2, C3 xanalarına köçürdükdən sonra D3 xanasının qiymətini müəyyən edin. Müəyyən edin. D3 istəyir bizdən D1 ilə D2-ni cəm verir. Yəqin ki, bir-birindən nəsə asılılığı var, ona görə veribdir. Gəlin düşürdək. Deməli, dollar A 3 plus B dollar 1 plus 2. Dollar A 4 plus B dollar 1 plus 2. Burada nə edibdir deməli? A1 ilə C2-nin cəmidir. C1 ilə də nəsə işi varmı, yoxdur? Onda C1-i heç hesaplamayaq. Deməli, A3 neçədir? 3. Plus üstünə B1 gələndə 4, üstünə də 2 gələndə 6. 6 bura eləyir. Ondan sonra A4. A4 bizdə yoxdur. A4-ü mən niyə almışam? Yəqin ki, lazımdır, amma yoxdur. 0 olar yəqin ki. Şəkildə yoxdur A4. Nəysə. 0 plus 1, 1. Onun da üstünə 2 gələndə 3. 3 də bura. Gəldik bura. A1 vurulsun 2. A1 neçədir? 5. 5 2-yə, C2 daha doğrusu. 5-i vurduq 6-ya. 30 üstünə də 2 gəldik. 32 bura elədi. B2 neçə idi? 6. 6 plus C3. C3-imiz də 3-dür. 9 üstünə də 2 gəldi. 11 də bura elədi. Bu ikisini də cəmləyirik. 43. Belə işlər. 61. Elektron cədvəldə C3 xanasındakı düsturun qiyməti 12-dir. C4 xanasında A3, B3, C3 düsturu yazılarsa həmin xananın qiymətini müəyyən edilir. Bizdən C4 xanasını istəyir. Deməli A3, B3 və C3 düsturu yazılarsa A3 ilə B3-ün cəmi sizə 12 veribdir. Bu hissə 12 veribdir. Və həmin düsturda deyir C3 xanasına yazmışıq. Yəni C3 xanasında da artıq biz 12 almışıq. Burada 12-dir. Bundan da bunu toplayanda yəni sizə neçə verəcək? 24. Elektron cədvəl deyəsən bayaqkına aid. Elektron cədvələ əsasən A4 xanasının qiymətini müəyyən edin. A4 xanasının qiyməti B1 C2 diapazonunun cəmini istəyir. Bizdən üstünə də A1 gələcək. Bu da neçə yer? 6, 7, 13, bu da 5, 18. 18-in üstünə 10 gələndə 28. A1 ilə cəmləyirsiniz də təzədən. Getdik.
Elektron cədvəlin fraqmentinə əsasən D2 xanasındakı düstur D4 xanasına köçürdükdən sonra D4 xanasının qiymətini müəyyən edin. D2-ni D4-ə bura. B yerindədir, bu oldu 4. Plus bu da ki dollar C, dollar 2. B4, B4, B4 200'dür. Plus C2, 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 C2 neçədir? 0,5. A plus nədir? Vurulsun. 0,15. Plus yox, vurulsun burada, vurulmadı. 2'ni də %15'ə vuranda neçə edəcək? 200'ü %15'ə vuranda neçə edəcək? 200'ü %15'ə vuranda 30. Cevabımız edir burada 30. Cədvəldə B3, G8 diapazonunda ümumi neçə xana var? B, C, D, Y, E, bu da G. 6 dənə. 6 vurulsun. 3-dən 8-ə 6. 36 dənə bura. Ondan sonra A3, F9 diapazonunda neçə sətr var? Eləcə sətr istəyir sizdən. 9 minus 3 plus 1. Bu da sizə neçə verir? 7. Cədvəldə diapazonunda neçə sütun var? Sizdən sadəcə sütun istəyir. C, D, bu da Y. 3 dənə. Ondan sonra cədvəldə A3, D13 diapazonunda neçə xana var? A, B, C, D. 4 dənədir. 4 vurulsun. 13-dən 3 çıxdınız. 10 üstünə də 1 gəldiniz. 11. 4-də vurdunuz 11-ə 44. Bayaq hansındasa 44 çıxmışdı. Özdə orada da 3 13 idi deyəsən. Bir dənə ona baxacağım. Hələ bu idi. C3 F13 idi. Burada da A13 D13 nəysə. Elektron cədvəl fraqmentinə əsasən C4 xanasının qiymətini müəyyən edin. C4, 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 C1 ilə C3-ün cəmini istəyir. 1-1 yazaq da A1, B4, A1, B4, A1, B4. Bura deməli 12 buradır. A1, A3, A1, A3. Deməli 13, 18 buradır. B2, B4, B2, B4, B2, B4. Ora neçədir? 39, 46. 46 da buradır. Bizdən nə istəyir? Cəmi istəyir. Bu elədi 30. Bunun üstünə 30 gələndə elədi bizdə neçə? 76. 68-ci sualımızda 76. Elektron cədvəl fraqmenti verilib. A5 xanasındakı A1, A3 düsturu, A5, A5, A5 xanasında bu düstur. A5, F6, A5, F6 deyəsən bayaqkındandır. Diapazona köçürdükdən sonra bu diapazondakı ən böyük qiyməti. Burada da ən böyük istəyir. B, biz bura ataq. B nə idi? Bura biz bunu demək. Bura biz deməli bunu atanda A2 plus A deməli 4 eləyəcək. Bunu da sağa doğru sürüşdürdükdə sətirlər onsuz da dəyişmir də, düzdürmü? Sütun dəyişəcək sadəcə sizdə. Deməli burada A1 ilə A3-ün cəmi, 1 ilə 3-ün cəmi sizə neçə verir? 15. Burada isə A2 ilə A4-ün cəmidir. Yəni 7 ilə 12-nin cəmidir. Bu da deməli sizə verəcək 19. Və sağa getdikcə elə bu ki, hər dəfə bax bununla deməli bunu hesablayırsınız. Bununla da bunu hesablayırsınız. İndi bizdən nə istəyirdi? Ən böyüyün, düzdür? Ən böyüyünü. Burada baxaq görək bizdə ən böyük hansı alınır. Yazaq da, yazaq görsəniz. 15, 19, deməli burada alındı 7, burada alındı 21, burada alındı 17, burada alındı 14, burada alındı 11, burada alındı 13, burada alındı 16, burada alındı 27. Ondan sonra burada alındı 10, burada da alındı 24. Bizdən ən böyüyü istəyirdi, ən böyük də 27 tapmış olduq. Çox vaxt aparmadı yəni yazmaqda. Elektron cədvəl fraqmenti verilmişdir. A3 xanasındakı düsturu C2 və D3 xanasına köçürdükdən sonra C2 və D3 xanasına köçürdükdən sonra C2 və D3 xanalarındakı qiymətlərin cəmini müəyyən edin. Köçürdək də onda. Deməli bərabərdir. Burası sağ, mən bura gəlirəmsə 2 dənə sütun artımını görürəm. Deməli B-dən C, C-dən D bura olacaq D. Dollar 1 yerindədir. Plus 3 sərbəst qaldı. Çıxılsın dollar A. İkimiz də azaldı oldu 1. Bu getdi. Bura nə alınır? Burada deməli mənim sütunum
Artıq olacaq deməli 2 addım, 2 nə idi daha doğrusu? 3 addım atıram Y olur. Y dollar 1 plus 3 minus dollar A sətrimiz isə dəyişmiş 2. D1 neçədir? 7, 7 üstünə 3 gəldi 10. 10-dan 5 çıxdınız 5. Bura sizə verdi 5. Y1 neçədir? Y1, Y1, Y1 4 üstünə 3 gəldiniz 7, 7-dən A2 çıxdınız, yəni 2 çıxdınız. Bura sizə verdi 5. 5 ilə də 5-i cəmləyəndə sizə verəcək 10. Keçdik, 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 keçdik. Neçə dənə idi? 72 qutardı şükür Allaha. Qardaş balacalaşdı. Bəsdir. Elektron zədəvat fraqmentin əsasının uyğunluğu müəyyən edək. Edək. Nə deyir? C2 vurulsun, C2 bölünsün 2, C2 vurulsun, C2 bölünsün 2. Gəlin yuxarıları həll etdik. Onda B2 plus C1, B2 4-dür. C1 topladıq 10, vurduq 2-yə 20. 20 bura elədi. 3 vurulsun A1, 3 vurulsun A1. 3 elədi. Üstünə D3 gələndə 8 də bura elədi. Y1 deməli 10-dur. C3 ilə toplayanda 18 edir. 2-yə də 9 da bura edir. İndi bizdən nə istəyir? Hə, təzədən bir də bunları hesablamalıyıq. C2 vurulsun, C2 bölünsün 2. C2 neçədir? C2, 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 C2 neçə idi? 20. 20 vurulsun, 20 bölünsün 2. Bu da sizə verdi. 100 nə idi? 200. Deməli, ondan sonra nədir? B3 vurulsun C3, B3 neçədir? 8 vurulsun C3, 8-ə yəni 64 buraya elədi. C1 bölünsün 3, C1 bölünsün 3. 6-nı böldünüz 2-yə. 3-ə verdi sizə 2. 2-nin də üstünə Y3 gələndə sizə verəcək neçə? 11. 9-un da üstünə 2 gəldi, sizə verdi 11. Vəsiyo. Deməli 1-ə getdi 200, yəni C, 2-yə getdi D, 3-ə də getdi A. C, D, A. Ondan sonra keçdik 72-yə. Bundan da canımız qurtardı. Hələ hardadır? Hələ nə qədər mövzular qaldı? Deməli, nə istəyir bu? B2 ilə C3-ün cəmi. B2 C3-ün cəmi. Bax, buranın cəmini istəyir bizdən. 10, o da 17, 27. Buraya elədi 27. A1 C1-in cəmi, A1 C1-in cəmi elədi 10. A2 C3-ün cəmi, A2 C3-ün cəmi. Burada nələr var? 8, 12 deməli 20, 4, 6, 10. Bu da 16 deməli 30, o da 16, 46. 46 da buraya elədi. Deməli D2, 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 D2 neçədir? D2, 10. 1-ə B, ondan sonra D1, D1 neçədir? 27. 2-yə Y, 3-ə də A. B, A. Belə. Bitər qurtardıq. Nəysə. İzlədiyiniz üçün təşəkkürlər. Əgər buraya qədər gəlib çıxmısınızsa, əsasən abunə olmayan izləyicilər, hansı ki 90%-dən yuxarı sayınız beləsinə deyil, faiz olaraq. Zəhmət olmasa abunə olmağı, kanala dəstək olmağı unutmayaq. Hələlik hər birinizə uğurlar.